Salam xanım, mən özümdən asılı olmadan öz-özümə danışıram. Tək olanda yaxşı, nə sanki kiminləsə söhbət edirəmmiş kimi sizcə niyə belə olur? Bunun fərqindəsiz də danışırsınız və bunu anlayırsınız ki, siz kimləsə söhbət hələ bil bilirsiniz necə ola bilər ki, həqiqətən də o qədər dolusuz ki, yəqin ki də elədir. Bir şeylər həyatınızda mən deyərdim ki, istədiyiniz şəkildə yolunda getmir. Hələ bir tam da ürəyiniz istədiyiniz qədər dərdləşə biləcəyiniz bir insan məncə yoxdur. Hələ bir sizi eşitmirlər, sizi duymurlar, hələ bir sizi insanlar ciddiyə məncə almırlar dediklərinizi, həyatınızda nələrisə çıxarmaq istəyirsiniz, nələrisə həyatınıza ya kimlərisə əlavə etmək istəyirsiniz. Bir gərginlik yaşayırsınız və bu gərginlik üçün çözüm istəyirsiniz. Çözüm də hələ ki ola bilər tapmamısınız. Yəni bir narazıçılıq var da. İnsan danışırsa bir şeylər, gileylisiniz də indi özünüzdən, insanlardan nədənsə, artıq bunu siz dəqiq bilirsiniz də. Nə baş verirsə həyatınızda, nələr ki sizi gərginləşdirirsə, onları zaman içində yavaş-yavaş məncə çözə bilsəniz, çözsəniz, bu məsələ üçün danışmaqlar da yavaş-yavaş azalar. İnsan hərdən özü ilə danışması falan bu normaldır. Hələ bil kimləsə söhbət edirsiniz. Kimləsə söhbət etməyi mən elə anlayıram ki, siz necədir. Ya hələ bil dərdləşəcəyiniz bir insanla hələ bil danışırsınız. Ya da ola bilər ki, hansı insandan ki narazısınız, hansı insanla ki bəlkə bir ədavətiniz var, ona bəlkə hirsinizi tökürsünüz. Adi vaxtda, adi zamanda ona deyə bilməyəcəklərinizi hələ bil üzbəüz görüb təxminən də belə deyək, ona istədiklərinizi deyirsiniz. Yəni bunu daha siz dəqiq deyə bilərsiniz. İstəyirsiniz yazarsınız necədir, necə deyil. Bəli, bəli, biraz hər şey yolunda deyil həyatımda. Aha, bəli, indi gərginsiniz ona görə, gərginsiniz deyə ona görə. Öz-özümə danışıram, bir də nənəm ölüb onun şəklinə baxıb danışıram, ağlarım özdə danışanda. Hə, bu normaldır da. Onunla bölüşürsünüz də, fərqi nə olar ki o insan bu dünyada yoxdur. Haçansa sizin həyatınızın bir parçası, bir hissəsi olub. Haçansa sizə dərdinizə şərik olan insan olub. Ya hələ bir sizi belə çox canı gönüldən sevən bir insan olub da, belə qeydinizə qalan, sizin yəni də çox yaxın hiss elədiyiniz insan, önəmli bir insan olub. Əlbəttə o insana ağlayıb bir şey. Necə biz qəbr üstə gedib ağlayıb danışırıq, onun kimi bir şeydir və burada patoloji bir şey yoxdur, anormal bir şey yoxdur. Çox təbiidir, çox normaldır. İnsanın ağlamağı da normaldır. Canlı yaşayan bir insana şikayət etməsi də normaldır. Həyatını, dünyanı, həyatında olan bir şeyləri, yəni rəhmətə getmiş bir insanın şəklinə baxaraq eləmək fərqi yoxdur. Bunlar hamısı o türklər demiş insanlıq halı. Çox doğal, çox təbii. Axı mən nənəmlə çox mehriban deyildik. Nənəmlə çox mehriban deyildik. Hə, elə də ola bilər. Bəlkə əksinə sizi incidib, ya ananızı, ya nə bilim, ola bilər. Bax, sizin yatdığınız otaqda tutan nənənizin şəkli var. Yəni, siz necə dünyasını dəyişmiş bir insana şikayət eləmək asandır, daha rahatdır, daha onu ürəklə eləyirsən. Çünki bilirsən ki, sən dedikcə səni orada mühakimə edən olmayacaq. Hər bir rəhmətə gedən insana elə bil neysə bir dərdi bir danışanda sən elə istəyirsən ki, elə bil o başa düşür. Bəlkə o vaxtlar başa düşmürdü sağ olanda, amma indi başa düşür. İndi axı başqa dünyadır. Axı indi hələ bil Allahın yanındadır. İndi yeri dəyişib, məkanı dəyişib. Bildiniz necə? Ola bilər axı danışa biləcəyiniz, yəni ətrafınızda var insanlar, indi hər kəsin ətrafında kimlərsə var. Sadəcə gedib danışsanız bilirsiniz ki, elə bir cavablar, elə bir söhbət alınmayacaq ki, harada bir ürəyiniz az da olsa rahatlaşsın. Amma rəhmətə getmiş insan, yenə də bu nənədir də, yenə də bu hələ bir qan birdir də. Siz necə ola bilər ümumi mehriban deyildiniz, amma nələrsə yadınıza düşürdü, hərdən bəlkə nəysə sizin üçün bəzən hazırlayırdı, bəzən nəsə alıb bəlkə götürüb, lap siz balaca olanda, körpə olanda. Nəsə xoş bir şeylər haradasa yada düşür ola bilər.